Mövzumuz yenə də İrandakı etirazlarla bağlıdır. Artıq etirazların səngidiyi bildirilir, ən azından informasiyalar bu yöndədir. Hərçənd ki, etirazların növbəti dalğasının başlanacağı ilə də bağlı məlumatlar tirajlanmaqdadır. Kuzeydən, yəni Azərbaycandan ekspertlərimiz bu mövzunu yüz günlərlərdir ki, onlarla şəxsən mən müzakirə edirəm, elə bizim mövqe buraxılışında da və fərqli baxışlar var bu etirazlara yönəlik, etirazlarda mövcud olan koordinasiya, ideoloji xəttə yönəlik, Cənubi Azərbaycan məsələsinə yönəlik. Amma bu dəfə istərdim ki, bir Cənubi Azərbaycandan olan soydaşımızla, ekspertlə, qəzeteci yazar Məsud Arayla biz müzakirə aparmış olaq və Kuzey ilə Güneyin baxışını bir növ müqayisə etmiş olaq və yaxud da əlaqələndirmiş olaq. Məsud bəy, axşamınız xeyir olsun, xoş gördük sizi. Mən də sizə və dəyərli Günəşin izləyicilərinə axşamınız xeyir olsun deyirəm. Buyurun, mən qulluğunuzda. Minnətdarıq sizə Məsud bəy. Əvvələn bu etirazların hal-hazırda səngiməsi məsələsinə münasibətiniz nə yöndədir? Çünki İranda bəllidir vəziyyət, rabitə üzərində qadağalar mövcuddur, internet məhdudiyyəti mövcud və belə olduğu təqdirdə təbiidir ki, real informasiyanın yayımlanması imkanı olduqca məhduddur. Bax, gerçək informasiyalarda əslində vəziyyət necədir? Baxın, bu son zamanlarda Donald Trump'ın dəstək verəcəyim savaşa hazıram deməsi, biraz da bu etirazları, ayıqlanmaları biraz da ateşlədi. Bunu hamımız qəbul etməmiz lazımdır. Amma sonra da birbaşa bəzi məsələlərdən dolayı, nə bilim ki, bölgədəki məmləkətlər didərgin olublar, onların Amerika üstlərinə saldırma məsələsi vardı. Onun üçün Amerika onlara görə, onların danışıqlarına görə də olsa bir tədirginlik var idi. Yəni, Yusuf artıq o deyirlər, bu savunma sistemini daha da kontrollü şəkildə ya daha diqqətə alacaq bir durumda bəli, bir fürsət almağa çalışdı. Yanı sırada İranla görüşdük, nə bilim, Abbas Əraqçı ilə İçişlər Bakanı ilə görüşdük. Onlar 800-dən artıq insanı edam edəcəklər, söz verdə etməyəcəklər. Yəni, burada insanların edamı ilə Trump'ı qorxutdular deyə bu gibi məsələlər səbəb oldu ki, dediniz şimdi biraz bu ayaqlanmalar yavaşlaya ya da bastırılar daha doğrusu ise. Çünkü yanı sırada hükümet hem bu eylemleri bastırır, hem büyük bir qadağalarla yüzdə qoyur, məhkəmələr çox ağır cəzalarla və hətta ölənlərin cəsədlərini belə verməyə ağır maliyyətlər istəyir. Yoxsa maliyyətiniz, paranız yoxdur, verə bilmirsiniz, yarın deyin ki, bu hükümet tərəfiydi, yani bizim tərəfdən ölübdür. Yani ixtişaşçılar onların dediği tabirlə desəm öldürübdür. Və bu gibi çox belə zor duruma ailələr soxdur. Hətta ailələr ki, evlatlarını, ya bilim, atalarını, analarını, bacılarını bu etirazlarda canlarını əldən verirlər. Onların ailələrinin nə qədər bastığı vardır. Bundan hamısını hesaba qatsaq, sonra belə eylem cəzalarına qatsaq, sonra hətta Güney Azərbaycan özündə gətiyib orada silahlı örgütlərin, terör örgütləri deyə tutuqlamışıq, yalandan bir videolar ortaya qoydular. Yani siz de sessiz çıxmasın və bu silahların da Türkiye mənşəli olduğunu göstərdilər o videoda. Bilir, bunu bəlkə illər öncə də bu videonu hazırlamışlar bu gün üçün. Çünkü bağlı internet zamanında bu videonu, önündə bu silahların hamımızı tərtəmiz heç istifadə olmamış belə. Bizdə deyirlər novo idi. O gibi silahları ortaya koymakla, yani bu her taraftan çalıştı, oradaki etirazları yatırmak için elinden geleni o fırsatı elde etti. Bu belə mi qalacaqdı, yoksa devam edəcəkdi? Sonra bu saxtakar eşikdə opozisyon adlı pəhləviçilərin demək olan işbirliğiyle bu işi gördü diyen sözler vardı. Anlaştılar, bir görə Amerika'ya demək olan imkanlar tanıyacaqlar bu rejim. Həyatın devam etsin. Və bir tərəfdən də qəbul edək ki, bölgə gücləri ilə Amerika olsun, rejimin Pəhləvi alternativini bəyənməsələr, rejimin çökməsini ya bölünməsini zadında istəmirlər. İstəyirlər bir zəif yönetim olsun və bunların əmrində olsun. Mən özətləyə biləcəyim məsələ indiki durumda bundan ibarət. Məsud bəy, bəs Güneyli soydaşlarımızın bu etirazlarda iştirak payı
nə səviyyədə idi. Çünki əgər yenə deyirəm bir güneydən quzeyə həm də əlaqələndirmə aparırıqsa, elə bizim ekspertlərimiz də o baxımdan məsələni təhlil edirlər ki, əslində bu son etirazlarda güneyli soydaşlarımızın çox aktiv olmamasının onların düşüncəsinə görə səbəbi ənənəvi olaraq indiyə qədər baş vermiş etirazlardan onların taleyi baxımından ciddi heç bir nəticənin mövcud olmamasıdır və bu baxımdan da onlar çox rasional, ağıllı qərar veriblər bu etirazlarda zəif iştirak etməklə. Baxın, doğrudur. Yəni bu dediyiniz tam doğrudur. Amma bunun tərs görənlər də vardı, ittiham edənlər də vardı. Qatılmadınız, niyə qorxdunuzmu, yoxsa rejimi dəstəkləyirsinizmi deyənlər də vardı. Amma dediyiniz kimin əsas istiqamət bundan ibarətdir ki, bundan daha öncə də böyük belə yürüyüşlərə çıxdıq və qanlı fazələrlə üzrə qaldı dünyada. Urmu görülür, fəlakəti məsələsini yadımızdan çıxmayıb. Ya o karikatürdə bizi pıspısaya oxşatmışdı, onu da heç yadımızdan çıxmayıb ki, nədirsə adamımız öldü. Heç bir kəsdən heç bir səsədar çıxmadı. Yəni bu opozisyondan heç bir səsədar çıxmadı ki, heç. Yanı sıra hökumətlə birlikdə bizi hələ daha da bastırın, daha da bunları öldürün, daha da bunları idam edin mesajları aldıq. Tamam, biz belə bir opozisyonla necə gəlib əldə edə bilərdik, onlarla bərabər aynı gündə çıxardıq. Zaten biz çıxdığımızda da opozisyon verilən şüarların doğrusuna çıxmadıq ki, onlar hökuməti dəyişmək istəyirlər, fiqorunu. Biz hökumət qurmaq istəyirik. Biz bu fəlakətdən özümüzü qurtarmaq istəyirik. Yoxsa başqa daha öncə Pəhləvilər nə oldu? Pəhləvi gedəndən sonra heç bir müqavimət göstərmədən Xümeyni yeməyə təhvil vermədi. Deyirlər, tacını götürdü, qoydu Xümeyninin başına, Xümeyninin başında o əmmaməyə çevirdi. Şimdi indi Xameneyə geçsin nə olacaq? Xameneyə də əmmaməsini çıxardıb qoyacaqdır Pəhləvinin başına, onun yerində tac kimi götürəcəkdir. Bunlar, bu dəyişikliklər bizi bir yerə götürmür. Bugün Azərbaycan Milli Hərəkəti bunun fərqindədir. Əz qədər bugün İranın içində ən demokratik hərəkət, ən ağıllı tavır götürən hərəkət elə gənə Güney Azərbaycan Milli Hərəkətidir. Baxmayaraq ki, bunu deyirəm ki, çox belə intiqad etdilər, ittiham etdilər ki, gəlin, yıxın bu hökuməti, sonra siz haqlayacaqsınız. Və bunlara biz deyəcək sözümüz də tam net olaraq buydu ki, Pəhləvi zamanında hökuməti yıxan kim idi? Dünya Azərbaycan'da başta Təbriz idi. Yıxdıq, nə oldu? Qanun, anayasaya da haqlarımız tanındı, ana dilimizdə eğitim də söhbəti getdi. O da qanunda vardı. Amma 47-48 ildən sonra biz bundan hansını əldə etdik? Heç biri. Sonra Pəhləvi geçsə nə olacaq? Yəni bir 48 il gənə müzahidə verəcək, aynı nöqtəyə yetirək, ya 50 il müzahidə verəcək, aynı nöqtəyə yetirək. Niyə bu biz batil doğruda bu qədər devam etdirək ki? Biz o nəticə yetirdik ki, yox, biz öz yolumuzu getməmiz lazımdır. Nə qədər zor olsa, nə qədər çətin olsa, öz yolumuz istiqlaldan geçir, bağımsızlıqdan geçir, öz devlətimizi qurmaqdan geçir. Bundan sonra başqaları ilə əl-ələ verəcəksə, əgər imkanı olursa, aynı masanın arxasında, aynı kurallarla, qanunlarla, aynı eşit vəziyyətdə oturaq, biz ona heç bundan çəkinmirik. Aman, iktidarı əldə edib, bu qədər zülm edib, bütün imkanları öz nəfində müsadirə edən bir yönetimçi orada pas-nasyonalizmə adını qoyaq ki, bu günlərə dini maskaylar oradadır. İndi o maska düşsə daha da nasyonal, daha da radikal bir faşizmi ortaya çıxır. Bax, indələ bir istibdad var. Amma əgərsə bunun yerinə bir yönetimi, Pəhləvi kimi adamları qoyulursa, onlar da faşistdirlər. Müstəbid deyirlər, istibdad deyil, bax, faşizmə geçir. Onun için biz bunların içindən çeşdiyimiz budur ki, bunlar da bu iktidardan, bu imkandan, bu tac təxtdən, bu servətdən, bu istimardan vazgeçən bir unsur deyirlər. Onların önündə bir məsələdə oturacaq, dəfələrlə çalışdı, həm Dünya Azərbaycan təşkilatları olsun, həm də federalçılar olsun, məşrutətçilər olsun, gitdilər və xalq müzahidlərlə görüşənlər oldu. Heç bir nəticə almadı. Bax, yumuşaq bizim gedənlərimiz heç bir nəticə almadı. Qaldı ki, biz elə müstəqil istədiyimizi heç bizi qəbul etmirlər. Hətta deyirlər ki, biz iqtidara geçsək, hamımıza xızaq keçəcək. Tamam, biz onlarla gedəcək bir yolumuz yox. Yəni yolumuz ayrışıbdır. Bu bir dənə bir yersəkdir. Bunu Quzeydə də, Türkiyədə də bizim soydaşlarımız, bizim qayğımızda ürəkləri çırpılan, bizim məsələlərimizə vicdanları deyirlər, sızlayan adamlar, dostlarımız, kişidaşlarımız bilməsi lazım deyə düşünürük. Məsud bəy, bəs Güneyin Quzeydən gözləntiləri nədən ibarətdir? Bax, elə bu etirazlar fonunda, həm də etirazların şüarları fonunda, hal-hazırda səngiməsi fonunda da bu dəyərləndirməni düşünürəm ki, aparmağımız yerinə düşərdi.
Bakın elə burada Kuzey Azərbaycanın yanı sıra elə Türkiyənin də ikisini də yəni bu məsələyə Bəli. qatılıb onu cavab verir. Bakın Güney Azərbaycan Milli Hərəkatı olsun, Güney Azərbaycan Türk milləti olsun, adını nə mənə qoysun qoy. Bunlar indidən bilirik ki, devlət dili ilə desək, devlət dili ilə həm Türkiyə, həm Azərbaycan İranın bütünlüyü, istiqrarı, aramişini istədilər və bunu bəyanatla yaydılar. Biz devlət elə bir şeyimiz, yəni istəyimiz yoxdur ki, devlət duracaq neyini? Müstəqim dili ilə gələcək, biz də dəstəkləyirik. O elə bir şeyimiz yoxdur. Aslında bizim net şəkildə altını çizərək deyəcəyimiz söz budur. Güney Azərbaycan türkləri Kuzey Azərbaycandan, Türkiyədən heç bir istəkləri yoxdur. Yalnız oradakı toplumu, oradakı partilər, oradakı bağımsız insanlara səslənəcək. Onlar ki, hələ vicdanları ayıqdır. Hələ ürəklərinə deyirlər, qərələkə düşməyibdir. Hələ insanlıq arzuları dalında, demokrasi arzuları dalında, hələ ədalət dalında demək olar, müdafiə etmək üçün könüllü insanlara və siyasətçilərə, aydınlara səsləndir. Biz devlətdən heç bir şey istəmirik. Amma sizin vicdanlarınızın o səssiz qalmağını qəbul etmir. Orada bir qanlı dava gedir. Orada insanları kəsirlər, asırlar, dağıdırlar. Cəsədləri belə ailələrinə vermirlər. Bu önlərimə özüm yazdım, Dünya Azərbaycanın ən qısıtlı şəkildə əldə edilən, nə faciəyi şəkildə. Bir də döktür, xanım döktürü elə vurublar, başı dağılıbdır. İndi haradadır, ölmüş, qalmış xəbərimiz yox. Yəni sıradan adamı gedib mətəbindən, çalışdığı yerindən götürürlər, başına batınla vururlar, aparırlar. İndi deyirsin, şey olub da, yatıb da bu etirazlar. Amma rejimin batını yatmayıbdır, rejimin məhkəməsi yatmayıbdır, rejimin baskısı yatmayıbdır, rejimin tutuklaması yatmayıbdır. Onun üçün bizimkiler deyirlər, orada hər şey yatdı, hükümətlə getdi otduğu yerində cəmaatın işi yoxdur. Aslında tam tərsinə, hükümətə fürsət verib ki, millətləri əzib geçsin, onda başda da Güney Azərbaycan türkləri. Eğer soydaşlıq duygusu bizdə durursa, eğer bu dildaşlıq məsələsi varsa, aynı kültürü yaşayırsaq, Türkiyə və Azərbaycana səsləndiyimiz, bizi anlayırlar bu dildən, bu diyeceğimiz söz budur. Biz devletlerden bir şey istemiyoruz. Ama insan olarak, şəxs olarak hər kəsdən dəstəkləməsini istəyirik ki, bunu da əsirgəyiblər. Açıq deyə bilirlər, əsirgəyiblər. Baxırlar görə dövlət nə deyir? Dövlət, qardaşım, dövlət onu deyəcəkdir. Dövlət dili əslin belədir. Diplomasisi buzul. Amma bu sən dövlət adamı deyilsən. Sən parti sahibsən, nə bilim dərnək sahibsən, sən siyasi fəalsan, sən analizorsan, sən gazetecisən, sən yazarsansa, devlet icazə verəndə mi yazırsan? Devlet icazə verəndə mi xəbər yazsın? Yox. Onda sizin niyə, biz onlara mən xitab edirəm, səsləndirəm. Siz niyə susmusunuz? Siz kimdən çəkinsiniz? Siz niyə bir eyləm, doğru düzgün eyləm ortaya qoymusunuz və iddia edirsiniz ki, Güney Azərbaycanı sevirsiniz? Qardaşım, Güney Azərbaycanı sevməklə, iddia etməklə, pratikdə əmələ geçməyin çox uçurumu var arasında. Və mən bunu şahid oluram ki, heç bir dənə doğru düzgün, bəlkə də belə deyiləm, vicdanla çox az barmaq sayıda adam Türkiyə və Azərbaycan bu yekəxli məmləkətlərdən barmaq sayıda vicdanlı adam görmədim. Maalesef utanaraq bunu söz deyirəm. Bunu acıyaraq bu söz deyirəm. Çünki bu Güney Azərbaycandakı insanların içindəki o ürəyindəki yaradan, sızıldıran çıxır. Bunu yanlış anlamasınız ki. Bunu sevərək deyirəm, bilərək deyirəm. Deyirəm ki, bizə gəlib başımızı gəlib bizim başımızı qatmağa. Gəlin belə eləyin, gəlin gedin siz də bir şart alın, gəlin gedin siz də Pezeşkan arxasından, gəlin gedin filan hükümətini anlayın, gəlin gedin hükümətin bundan bəlkə bir pay aldı, bəlkə ana dilində bir eğitim aldı. Bizə deyən, bizim demək olar böyünləri arxamızda duracaq sözləri budur. Çıxırlar önümüzə beynimizi qatmaq. Etməyin deyir, arxa duracaqsınız, durun və bura kimində durmursunuz. Barmaq sayını mən deyim, istisna edirəm, barmaq sayı. İnan ki, bu iki əlimin barmaqlarının sayəsindən izafəsini mən sübdən axşama, elə günün 10 gün içində, bu da etiraf edirəm, 10 gün içində elə gün olub 14 saat, 15 saat olub, burada bilgisayarın başında və xəbərləri, analizləri yazmışam, oxumuşam. O cür birisi kimin deyirəm ki, barmaq sayı adam görmüşəm. Barmaq sayı hətta bəyanat görməmişəm. Mesela bir dənə bəyanat gördüm, çox sevindim ki, orada ziyalılar toplumu
Bao'dan bir beyanat, Azerbaycan'ın istiklali için bir beyanat veriyor. Ondan sonra sıfır. Hiçbir şey yok. Bizim isteğimiz budur. Devlet ağlı başka bir şey. Devlet özü bilir ne iş görür. Ne diyer, ne iş görür. Ama millet olarak ben bu milleti, bu birliği, bu bütünlüğü, bu aynı ruhu, aynı duygunu yaşadığımızı görmürəm. Zorunuza gidirse gitsin. Görmürəm. Bu bütün Azerbaycan ruhu hardadır? Beni uyanmır. Harda yatıbdır? Gelip bağıraq mı, çağıraq mı? Kapısı var mı döyər? Harda kaldınız be? Ata babalarımızdan biz birik. Bizi Araz Nehri bizden ayırmayıptı. Biz beraberdik. Biz meğer Azerbaycan hemrəylik günü yaşamadık mı? Hemrəylikten ne anladık? İnanın belki de vakti taşıp geçmişiz. Ama bir de gerçek vakiyyətdə işare edeyim, sözü burada bitirir. Bak o günü burada qonaqlıq verdiler. Her gün yas olsa Qarabağ savaşı məsələsi olanda bütün Güneyliləri də çağırardı. Kuzey Azerbaycan Türkiyədəki dernəklərini deyir. Başka şehirlerden de benim özüme gönderdi. Gelin burada olun iştirak edin. Bugün Qarabağ'ı, bugünleri, Kozalı Fazlası bugün. Her nemeni çağırardı. Ama dünya Azerbaycan'da hemrəylik günü yiyip içmeli. Bir tane Güney Azerbaycan'da hiçbir bir çağırmadı. Sizin bu anlayışla ne diyeyim ben? Sizin bütün bu anlayışla, dünya Azerbaycan'ın anlayışla ne diyeyim? Hardasınız siz? Neyi yemek için? Karın ne üçündür? Neye bastırırsın? Evinizde yiyip doyabilmediniz mi? Ama bu anlayış için yok ha. Fakat yemek için toplandılar. Ben onun için diyelim ki biz bu anlayışları bertaraf etmek için bizim düşmanımız özümüzdür. İran rejimi değil. Anlayışımızdır. Birbirimizi anlamamakta zorluk çekmektedir. Budur. Ben uzun oldu sözümü bilirəm. Bilmem, bəxti var, sualınız var. Yoksa program burada bitirdim. Sonuncu sualı da vermək istərdim Məsud bəy. Sizdə Pezeşkiyana olan, hazırda İran prezidenti Məsud Pezeşkiyana olan münasibəti Quzeydə olduqca müsbət meyllərin olduğunu, xüsusən də ana dilində, türk dilində şeirlərin səsləndirilməsi timsalında, əlbəttə ki, həm də etnik milli köklər etibarıyla türk kimliyinin daşıyıcısı olan Pezeşkiyana olduqca müsbət meyllər mövcuddur, yanaşma mövcuddur. Güneydə hazırda vəziyyət necədir bəs? Bakın Güneydə bir dənə gerçək var. Bilmem niye bu duygu hardan bu kadar hükür belden yani. Heydər Baba şiirini sanki Kuzeydə heç kim oxumamışdı, heç kim vermir. Mən bir qədər bilirəm ki, Kuzey Azərbaycanda dərslik kitablarında uşaqlar verir ondan əzbərə. Heydər Baba'nın şiirlərini bilirlər. O mənzumanın şiirlərini əzbərə bilirlər. Onun için ben bilmem bizim siyaset adamlarımız, aydınlarımız, ziyalılarımız niye bu kadar aldanırlar? Gerçekten ben özüm heyrətdə qaldım. Çünkü Pezeşkiyan məsələni ilk başta ortaya koydu ki. 4 tane şiir okumaktan sonra ne etti ki? Biz bir aynı milleti bundan demekten böyle bunları ben küçümsemirim. Ama pratikte, emelde ne işliyordu? Hiç. Onu görle ne işliyordu? Hiç. Ana dilimizde eğitim için ne işliyordu? Hiç. Hatta ben bilirim ki Azerbaycan Cumhuriyeti'nden bu ana dilinde Azerbaycan Türkçesinde orada eğitim olunsun, hatta Azerbaycan yardım etsin. Bu istekleri geri çeviren, onun be Cumhurbaşkanı, başında Cumhurbaşkanı değil mi? Ve niye geri çevirdi? Niye edebilmedi hesab mesela olumlu ne cevap versin? Niye? Sual buradadır. Eğer bu adam hiçbir görevi yoktur, nimattır, orada maskadır kodluyor ya. Eğer olursa buna niye bu kadar itibar edirsiniz? Söz budur da bu sualın cevabını tapın. Eğerse bu adam hiç kaledir, öyle nimattır, maskadır, maska oyuncaktır kodluyor ya. Fakat öyle 4 tane şehir okuyacak Azerbaycan'ın münasebetini İran'a göre düzeldecektir. Türkiye'ye göre orada bir tane Cumhurbaşkanı Türkiye. Türkiye'de de böyle değiller. Kardeşim Xamenei'dir. Xamenei ki özü deyir ki ben Türk değilim. Orada Türk söylemişim. Burada illa ve illa and içirlər ki Xamenei de Türk'tür. Pəhləvi de Türk'tür. Pəhləvinin anası da Türk'tür. Pezeşkiyan da Türk'tür. Ve Türk'tür. Ve bizim başımız niye? Bizi beladadır. Ve bu Türkler ve bizim başımıza özleri belada Xamenei alır. Pezeşkiyan özü indiler ne iş görür bize? Başımıza bela olmasa da ihtişaşlar demedi mi? Bu kadar itiraz, haklı itirazları ihtişaşlar demedi mi? Bu qətliamında bunun eli yok mu? Bunun eli tertemizdi mi? Bence onun elinde de kan damır. Ne kadar ele Xamene'nin elinden kan damır, bu kadar da Pezeşkiyanın elinden kan damır. Onuncunu 100 damız olar, bunun içinde 1 damız olar. Bədiyyət bunun bu kadar hakkı hukuku yok. Bəs bu adamdan biz ne məklentimiz var?
Köpək gəlsin desin ki, Azərbaycan bizim qardaşımızdır, biz də bundan şepilə ürəyimizdə köpük bağlayaq, beynimizə belə bu köpük gedər, beynimizə ulaşar, sonra deyək ki, hə, Pezeşkan'a münasibət. Pezeşkan Güney Azərbaycanlıdır, bu qədər. Əgər səhvini müşəxəs eləsə, bəzi dostlarımız deyir də, onun arkasında gedin toplanın, hüququmuzu alın. Qardaşım, o bizim çağırır arkasına. Onun arkası rejimdir. O mənə söndü gəldi Azərbaycan haqqında bir söz danışdı mı? Danışmadı. Ne zaman sönsə öz vətənidir. Onu qovan yoxdur ki, onu dişləyən yoxdur ki, onu incidən də yoxdur. Amma o yerini tavrını hələ bəlli etməkdir. O cibhəsini seçməkdir. Bunu nişan verir ki, biz maalesef ziyalılarımız bile, siyasetçilerimiz bile ağırdır bu cümlələr deyirəm. Bəli, içimdəki o yaradan sızılıqdan deyirəm. Bizimkiler duyguyla, beyinlərimizlə duyguyla, şiirlə doğubdur, dastanla doğubdur. Mən Türkəm, din dərişi bitdi, qutuldu, mənim görəvim bitdi deyirlər. Bu dərd, deyirəm də, Hürriyə xanım, son sözüm bu olsun. Bu dərd bizim rejimlə savaşdır, dərdimiz deyil. Daha çox bizim teori, bizim inanç, bizim bu tuttuğumuz yolun fəlsəfi anlayışıyla ilgilidir ki, maalesef dərinlikdə deyil, köpüklükdə qalır. Bu beynimizə, vücudumuza, ağlımıza ulaşmayınca sorunlarımız budur. Şeyler, onun mundalda Pezeşkan olmuşsa, Babəki Qazarın yerində alır. Qardaşım, 21-ci əsrdə Kekkinə bir başqa bir şah tap ki, bu nə anlayışdır, bu nə düşüncədir, bu nə duruşuqdur. Bu adam özü bir zaman lağ olsun deyə gəldi Twitter'də bizimle beraber. Ya, o vardı, ben ondan nağıl diyemiyorum. Biz onları hislendirmek için o zaman bu adamdan istifadə. Adam özü dedi, ne indi şah zamanıdır. O adam özü değil, indi şah zamanı mı? Böyle bir şey olar mı? Ama bizim Azerbaycan'da tutuklar Türkiye'de, gelin gedin onun arkasında, torfosovlarımız değil ha. Toplanın siz de bu şahınızı, bunu siz de şah çıkardın. Elə bir şah çıxartma yarışmasıdır. Diyeceğim bu kadar. Yani ne diyeyim, sorun bizdedir. Aydındır. Suallar da doğrudur. Çok güzel suallar ortaya koydunuz. Ben sizden de teşekkür ederim. Çox sağ olun. Mən də bu gözəl cavablara görə sizə minnətdarlığımızı bildirirəm həm də kanal adından. Təşəkkür edirəm. Çox sağ olun.